Salam, hər vaxtınız xeyir. Bugün sizlərlə 21 dekabr Dahi Akademik kursunda keçirilmiş buraxılış sınaq imtahanında 8-ci siniflər üçün olan riyaziyyat suallarının izahına baxacağıq. Gəlin 57-ci sualdan başlayaq. Deməli, 57-ci sualda bizə deyir ki, A tək ədəddir. Buna görə aşağıdakı ifadələrdən hansının qiyməti cüt olar? A tək ədəd olduğuna görə A-nın yerinə 1 qoyub istənilən cavabı tapa bilərik. Gəlin baxaq. Uşaqlar, 1-in üstənilən qüvvəti bizə 1-in özünü verir. Yəni 1 üzərində 4-də 1 deməkdir. 1 üzərində 3-də 1 deməkdir. Bunun heç bir fərqi yoxdur. Onda A variantında 1 ilə 2-ni toplayanda 3. B variantında 5-i 1-ə vurub üzərinə 6 gələndə 11. E variantında 2-ni 1-ə vurub üzərinə 3 gələndə 5. D variantında isə 3-ü 1-ə vurub üzərinə 4 gələndə 7. Bu cavabların hər biri tək oldu. Bizdən isə cütü soruşur. C variantında 3-ü 1-ə vurub üzərinə 5 gələndə 8 edir. Deməli, doğru cavab C variantı olacaq. 58-ci sualda bizə deyir ki, 20% xeyirlə 3000 manata satılan kitabın alındığı qiyməti tapın. Biz bilirik ki, faiz məsələlərində 100% ilə işləyirik. 20% xeyirlə dediyinə görə, deməli biz artıq burada 120% götürəcəyik. Çünki xeyir gəlibdir. 120% ilə 3000 manata kitab satılırsa, kitabın alındığı qiyməti tapmaq x manata isə deyəcəyik ki, 100%də olubdur. Tənasüb kimi çarpaz vuranda olacaq 100 vurulsun 3000 bərabərdir 120 vur x-ə. Deməli, biz buradan sağdan və soldan sıfırları silə bilərik. Hər tərəfi baxaq, 3 ixtisar apara bilərik, edəcək 100, hər tərəfi 3 ixtisar apara bilərik, 4, ixtisar apardıq 1, 25. 125-ə vuranda 2500, yəni kitabın alındığı qiymət 2500 manatdır. 69-cu sualda deyir, sinifdə 64 şagird var. 8-də 5 hissəsi riyaziyyat dərnəyinə gedir. Neçə şagird riyaziyyat dərnəyinə gedir? Deməli, 64 şagird var. Bu şagirdlərin 8-də 5-i riyaziyyat dərnəyinə gedirsə, 64-ü vururuq 8-də 5-ə. 8 64 ixtisar gedirsə, 8 vur 5, yəni 40 edir. Deməli, 40 şagird riyaziyyat dərnəyinə gedir. 60-cı sualda bizə deyir ki, bir hədlinin qüvvəti 13 olarsa, 3m plus 5 ifadəsinin qiymətini tap. Biz bilirik ki, bir hədlinin qüvvəti deyəndə yalnız dəyişənlərin üzərinə baxırıq. Və B-nin üzərində heç nə yoxdursa, o 1 deməkdir. Onda 4, 1 və n plus 2 bərabərdir 13-ə. O da bizdə n plus 7 bərabərdir 13 edirsə, deməli 1-nin qiyməti 6-dır. Amma bizdən n istəmir. Deyir, 3n plus 5 neçədir? Yerinə qoyduqda olacaq 3 vur 6 üzərinə gəl 5. Yəni 18 üzərinə gəl 5. O deyir 23. Doğru cavab D bəndi olacaq. 61-də deyir ki, A çoxluğu 18-in natural bölənləri. Gəlin birinci A çoxluğunu yaradaq. 18-in natural bölənləri 1, 2, 3, 6, 9 və 18-in özüdür. B çoxluğu 12-dən kiçik sadə ədədlər çoxluğudur. Yəni, B-ni də yaratsaq, 2, 3, 5, 7 və 11 sadə ədədlərdir. A-nın B-dən fərqini istədiyinə görə biz baxırıq. Eyni olanlar 2-lər və 3-lərdir. Onu çıxdıq. Yerdə qalacaqdır 1, 6, 9 və 18. O da B variantında olacaqdır. Doğru cavab. Daha sonra baxırıq 62. 62 tipli misalları yazanda birinci moduldan çıxartmaq lazımdır. Və biz bilirik ki, moduldan mənfi çıxmır. Yəni 6,3 bölünsün 0,7 üzərinə gəl 4 vur 5-ə. 6,3 0,7-yə böləndə olacaq 9 üzərinə gəl 20, toplayandadır 29. Doğru cavab C bəndi olacaq. Daha sonra 63-ə baxırıq. 63 isə deyir ki, OK şüası AOB bucağının tən bölənidir. Biz bilirik ki, tən bölən bucağı yarıya bölür və buradakı qiymətlər bir-birinə bərabərdir. Bunun üçün 3x plus 5 bərabərdir 45 dərəcə çıxılsın 2x yazacaq. Buradan 5x bərabərdir 40, 1x-i tapmaq üçün də 40-ı bölürük 5-ə, yəni 1x-in 8 olduğunu tapırıq. Gəlin bucaqları tapaq. Yerinə qoyanda olacaq 3 vur 8 üzərinə gəl 5, yəni edir 29. Həm AOK 29-dur, həm də KOB 29-dur. Amma bizdən nəyi soruşur? Bizdən AOB bucağın. Onda AOB bucağı bütövlükdə 29 üstəgəl 29, yəni bütöv 58 dərəcədir. Bütöv iki bucağın birləşməsi.
Daha sonra 64. 64-cü sualda deyir ki, 12 saata 60 detal hazırlayan usta eyni məhsuldarlıqla işləsə, 35 detalı neçə saata hazırlayar? Deyirik ki, əgər 12 saata 60 detal hazırlayırsa, x saata 35 detal hazırlayır. Və məhsuldarlıq aşağı düşdükcə, deməli saat da azalacaqdır. Düz mütənasibdirsə, biz çarpaz vururduq. Olacaq 12 vur 35 bərabərdir x vur 60-a. Hər tərəfi 12 ixtisar aparsaq 1, 5, 35-i 5-ə böləndə 7. Yəni usta 7 saata həmin detalı hazırlayar. 55-ci sualda 65-ci sualda daha doğrusu bizə deyir ki, hansı bir hədlinin qüvvəti ən böyükdür? Biz bilirik ki, bir hədlinin qüvvəti deyəndə yalnız dəyişənlərin üzərinə baxırıq. 5 ilə 7-ni toplayanda 12, daha sonra 3 ilə 5-i toplayanda 8, 6 ilə 8-i toplayanda 14, ədədə baxmırıq. 6 ilə 3-ü toplayanda 13, daha sonra burada ədədə baxmırıq. X üstü 1-dir. 1-i 2-yə vuranda 2, 3-ü 2-yə vuranda 6, toplayanda 8. Üzəri ən böyük olan 14 E variantında olacaqdır. 66 deyir, ilk 30 natural ədəddə neçəsi mürəkkəbdir? Gəlin ilk 30 natural ədəd, yəni 1-dən 30-a qədər bütün ədədləri götürürük. Əgər mürəkkəb olmayanları tapsaq, daha rahat olacaq. 1 nə sadə deyil, nə mürəkkəb deyil. 2, 3, 5, 7, 11, 13, 17, 19, 23 və 29. Baxırıq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. 11 dənə mürəkkəb olmayan ədəd var. Onda biz 30-dan çıxsaq 11-i, yerdə qalan 19 dənə ədəd mürəkkəb olacaqdır. Doğru cavab C bəndidir. Daha sonra baxırıq 67. Deyir, x-in hansı qiymətində bu kəsrin mənası yoxdur. Uşaqlar, biz kəsirləri keçəndə bilirdik ki, kəsirlərin məxrəci heç vaxtı 0 ola bilməz. Deməli, 0 olsa onda mənası olmaz. Biz də ona görə 4x plus 7-yə bərabərdir 0 deyirik. Buradan 4x-i mənfi 7, x-in özünü tapırıqsa mənfi 4-də 7. Yəni x-in mənfi 4-də 7 qiymətində bu kəsrin mənası yoxdur. Baxırıq 68-ə. 68-də deyir, alfa və beta qarşılıqlı bucaqlardır. Biz bilirik ki, uyğun tərəfləri paralel və perpendikulyar olan bucaqlar daha doğrusu heç ondan danışmırıq, elə qarşılıqlı bucaqdan danışır. Biz bilirik ki, qarşılıqlı bucaqlar bir-birinə nədir? Bərabərdir. Yəni, alfa ilə beta bir-birinə bərabərdir. Onda həm alfa 60 dərəcədir, həm beta 60 dərəcədir. Bizə də 2 alfa plus beta böl 3-ü soruşur. Onda yerinə qoyanda olacaq 2 vur 60, üzərinə gəl 60 böl 3-ə. O da bizdə deyəcək 120, üzərinə gəl 20. Yəni, 140 dərəcə. Doğru cavab olacaq B variantı. 19-cu sualda A-nı verib, B-ni verib, kəsişmə və birləşmə görürəm. Yadıma sual salıram ki, hansı düsturu bilirik? A-la B-nin birləşməsi bərabərdir. A-nın elementləri, üzərinə gəl B-nin elementləri, çıxılsın hər ikisinin kəsişməsi. Və burada baxırıq ki, bizə veriblər ki, A-la B-nin birləşməsi 3 dənə kəsişmədir. Gəlin əvəz eləyək. Onda yazırıq 3, A-la B-nin kəsişməsi bərabərdir. 12, üzərinə gəl 8, çıx, hər ikisinin kəsişməsi. Əgər yerini dəyişsək, 4n A-la B-nin kəsişməsi bərabər olacaq 20-yə. Biz buradan A-la B-nin kəsişməsindəki elementlərin sayın 5 olduğunu tapırıq. Bizdən isə birləşməni soruşursa, onda olacaq 3 vur 5, yəni 15 dənə element nə oldu? Birləşməni verdi. Daha sonra 70. 70-i tapanda A-nı, B-ni, C-ni verdiyinə görə gətirib burada yerinə qoymaq lazımdır. Yəni 3 vurulsun, olacaq da mənfi 5,3, üzərinə gəl, 5 vurulsun 2,3 və çıxılsın 6 vurulsun 4-ə. Bunu da yazdıqda olacaq da mənfi 15,9, üzərinə gəl, 11,5 çıxılsın 24-ə. O da bizə mənfi 4,4 çıx 24 verir. Mənfi 28,4. Cavab 28, mənfi 28,4-dür. 71-ci sualda deyir, ədədin tam hissəsi ilə kəsr hissəsinin hasilini tapın. Gəlin bu ədədi hesablayaq. Olacaq da 2,5-də 3, üzərinə gəl 10-da 5. O da bizdə olacaq 2,10-da 6, ortaq məxrəcə gətirsək, üzərinə gəl 10-da 5. Yəni
Yəni 2 tam 10-da 11. Amma 10-da 11 düzgün olmayandır. Yəni biz bunu 3 tam 10-da 1 kimi də yaza bilərik. Tam hissəsi 3, kəsir hissəsi 10-da 1-dir. Hasili dediyinə görə 3-ü 10-da 1-ə vurub 0 tam 10-da 3. Yəni doğru cavab B bənd olacaqdır. 72-də deyir ki, malın qiyməti əvvəlcə 30% artırdılar. Sonra yeni qiyməti 40% azaltdılar. Malın ilkin qiyməti neçə faiz azaldı? Gəlin malın qiymətini yenə biz bilirik ki, faiz məsələlərində 100 ilə işləyirik. Ona görə malın qiymətini 100 üzərindən hesablayaq. Əgər malın qiymətini 30% artırdılarsa, onda 100-ün üzərinə gəlirik 100-ün 30%-ni. Onda yeni qiymət olacaq 130. Daha sonra deyir ki, yeni qiyməti 40% azaltdılar. Yəni 130-dan çıxırıq 130-un 40%-ni. Bu da bizdə edəcəkdir 130 çıx 52. Yəni 78. Artıb azalmadan sonra əvvəl 100 idi, sonra 78 oldu. Deməli burada 22% azalma var. Doğru cavab olacaq 22. 73-cü suala baxaq. Deməli 73-cü sualda uşaqlar deyir ki, çoxhədlinin sərbəst həddi -6-dır. Biz bilirik ki, sərbəst hədd yanında dəyişən olmayandır. Ona görə x üstü 5, x üstü 3-ü yox, baxırıq 4m çıx 18-ə və özü verib deyir, sərbəst həddi -6 olarsa m-i tapın. Onda 4m çıx 18 bərabər olacaq -6. Burada 4m bərabərdir 12. 1m-i də tapmaq üçün 12-ni bölürəm 4-ə. Yəni 1m-in qiyməti 3-dür. M 3 olacaqdır. Daha sonra 74-də. 74-də deyir ki, əgər AB-yə paraleldirsə, x-in dərəcə ölçüsünü tapın. Uşaqlar, x buradakı bucaqdır. Paralel olduğuna görə belə fiqurlarda bilirik ki, kənardakı bucaqların cəmi ortadakı bucağa bərabərdir. Ona görə biz 2 alfa plus 5 üzərinə gəlinsin 7 alfa minus 8-i bərabər eləyirik 168-ə. Olacaq 9 alfa minus böyükdən kiçik çıxıb böyük işarəsini saxlayırıq. 3 bərabərdir 168. Buradan 9 alfa 171-dir. 1 alfanı da tapanda 171-i bölürük 9-a. Yəni 1 alfanın qiyməti 19 oldu. Gəlin yerinə qoyaq, hesablayaq. Bu bucağı tapmaq istəyiriksə, 2-ni vurub 19-a, üzərinə gələcək 5-i. Yəni cavab 43-dür. Amma mənə 43 lazım deyil, onun qonşusu lazımdır. Biz bilirik ki, qonşu bucaqların cəmi 180-dir. Yəni x plus 43-ə 180 dərəcə desək, 1x-i tapmaq üçün 180-dən çıxırıq 43-ü. Yəni 1x-in qiyməti 137 dərəcədir. X-in qiyməti 137 olacaqdır. 75-də deyir ki, 300 ədədinin 40% ilə 5-də 2 hissəsinin cəmini tapın. 300 ədədinin 40% dediyinə görə 300-ü 40-a vurub bölürəm 100-ə. Sıfırlar gedir, edir 120. Və deyir 5-də 2 hissəsinin, yəni 300-ü vururuq 5-də 2-yə. O da bizdə edəcək 120. Cəmin tapın dediyinə görə 120 üzərinə gəl 120. Yəni cavab 240 edəcəkdir. 76-da deyir ki, ədədlər arasında yerləşən tam ədədlərin cəmini tapın. -5,7 ilə 11,8 arasında. Deməli biz burada başlayacağıq. -5, -4, -3, -2, -1, 0, 1, 2, 3, 4, 5 və 11-ə qədər. Biz bilirik ki, eyni ədədin biri mənfi, biri müsbətini toplayanda cavab 0 eləyir. Yəni -5-lə 5, -4-lə 4, -3-lə 3, -2-lə 2, hətta -1-lə 1 gedir. Yerdə bu aralıq, yəni 5, 6, 7, 8, 9, 10 və 11 qalır. Və bu ədədləri toplayanda edir 51. Demək, tam ədədlərin cəmi 51-dir. 77-də deyir, əkob 48, 84 böl əbob 48, 84. Biz bilirik ki, qaydaya görə əkob böl əbob bərabərdir S-yə. S nə idi? Ortaq olmayan sadə vuruqların hasili. Bunun üçün 48-i bölürük 2-yə 24, 2-yə bölürük 12, 2-yə bölürük 6, 2-yə bölürük 3, 3-3-ə 1. Sadə vuruqlarını ayırandan sonra keçirik 84-ə. 84-ü 2-yə bölürük 42, 2-yə böldük 21, 3-ə böldük 7, 7-ni 7-yə 1. Hər ikisində ortaq olmayanlar. Baxırıq 2-lər, 2-lər,
Hətta 3'lər var. Buradakı 2 və 7'nin qarşılığı yoxdur. Yəni S bərabərdir 2 vur 2 vur 7. O da edir 28. Deməli bu misalın doğru cavabı 28'ə bərabərdir. Daha sonra baxırıq 78. 78'də deyir ki, çoxhədlinin əmsalları cəmi ilə qüvvətin hasilini tapın. Gəlin baxaq əmsalları birinci cəminə. Hər ifadənin öz əmsalı olduğuna görə çoxhədlidə biz 5, 4 və mənfi 7'yə baxacağıq. Yəni 5 üstə gəl, 4 üstə gəl, mənfi 7. Doğru cavab 2 edəcəkdir. Əgər bu ifadənin qüvvətindən danışırıqsa, üzərində ən böyüyü dərəcə kimi götürəcəyik. 5 ilə 1 6, 4 ilə 3 7, 6 ilə 2 8. Ən böyüyü 8'dir. Qüvvət 8'dir. Hasil dediyinə görə 2'ni vururuq 8'ə. Yəni doğru cavab edəcəkdir 16. Daha sonra baxırıq 79'a. Uşaqlar bizə deyir ki, A plus 5 tam %45 ifadəsinin qiyməti natural ədəddirsə, A-nın kəsir hissəsini faizlə ifadə edin. Əgər A plus 5 tam %45 natural ədəddirsə, ən sadə 5'ə yaxın olan 6'ya bərabər eləyirəm. Çünki tam olmalıdır. Və baxıram ki, A-nın hansı qiymətində mən 6'ya tamamlaya bilərəm 5 tam %45'i. Bunu tapmaq üçün A-da bərabərdir. 6'dan çıxıram 5 tam %45'i. Və baxıram ki, A 0 tam %55 edir. Elə mən birbaşa kəsir hissəni tapmış oldum. Və bizə kəsir hissəni faizlə ifadə edin deyirsə, biz burada 0 tam %55'i vururuq 100'ə. Çünki 100%'ə vurmalıyıq. Faizlə ifadə edin deyirsə, o dedəcək 55. Deməli, kəsir hissə 55% təşkil edir. Daha sonra baxırıq 80'ə. 80'də deyir ki, qablaşdırılmış malın qiyməti 105 manatdır. Yəni qab və qabın içindəki mal ikisi birlikdə 105 manatdır. Deyir, qabın qiymətinin malın qiymətinə olan nisbəti 11'də 4'dür. Yəni qab malın 11'də 4 hissəsidir. Bizə deyir malın qiymətini tapın. Uşaqlar, qabın mala hissəsi, qabın belə deyək, qiymətinin malın qiymətini olan hissəsi 11'də 4'dürsə, biz burada K-larla işləyə bilərik. Yəni qaba 4K deyə bilərik, mala 11K deyə bilərik. Cəmi 105 eləmir. Onda belə çıxır ki, 4K plus 11K-nın qiyməti 105 manatdır. Topladıqda bizdə 15K bərabərdir 105-dirsə, 1K-nı tapmaq üçün 105'i bölürük 15'ə. Elədi 1K-nın qiyməti 7. İndi bizdən qabın qiyməti soruşsaydı 28, malın qiymətini soruşsaydı 77 götürərdik. Mala görə də doğru cavab 77 olacaqdı. Daha sonra baxırıq 81'ə. Deyir ki, bir məftil 3-5 nisbətində 2 hissəyə bölünür. Yəni bir məftildə 2 hissəyə bölürəm. Birinə 3K deyirəm, birinə 5K deyirəm. Deyir kiçik hissənin, yəni 3K-dan danışır. Kiçik hissənin 7'də 2 hissəsi 12 sm olarsa, əgər 7'də 2 hissəsi 12 sm-dirsə, gəlin bütöv hissəni tapaq. Bunun üçün 12'ni bölürük hissə göstərən ədədə 7'də 2'yə. Yəni 12'ni vururuq 2'də 7'yə. O da bizdə edəcək 42. Deməli kiçik hissə 42 sm-dir. Və ona 3K deməmişdik. Onda biz 3K bərabərdir 42. 1K-nı tapmaq üçün də 42'ni bölərdik 3'ə. Oradan da K edəcəkdir 14. Yəni 1K-nın qiyməti 14'dür. Daha sonra bizə deyir ki, böyük hissənin uzunluğu nə qədərdir? Böyük hissəyə axı biz 5K demişdik. Uzunluğunu tapmaq üçün 5'i vururuq 14'ə. 5'i 14'ə vuranda edir 70. Deməli, böyük hissənin uzunluğu 70 sm olacaqdır.